Salam, necəsiz? Bugün yenə səhərə kimi dərs eləyəcəyik. Saatı sizə göstərim. Saat 01:16-dır və bugünkü dərslərimiz Azərbaycan dili ilə Azərbaycan tarixidir. Maraqlı dərslərdir. İşığımın enerjisi bitdi. Bir də onu taxım gəlim. Bir dəqiqə. Cədvəl yazacağım ki, bugün biz bu cədvəl yazacağım ki, nə oxuyacağıq, hansı testlər işləyəcəyik. Bu arada dərs oxumaqla bağlı Telegram kanalı açmışam. Əslində WhatsApp-da açmaq istirdim. Sadəcə sonra düşündüm ki, nömrələriniz bir-birinizə görünə bilər, narahat ola bilərsiniz. Dedim ona görə Telegramda açım. Eyni zamanda PDF-ləri Telegrama atmaq daha yaxşıdır, yəni daha rahatdır. Əgər istəyirsinizsə qoşula bilərsiniz. Rəylərdə də linki qeyd edəcəm və yaxud da mənə digər sosial şəbəkələrdən çata bilərsiniz, yaza bilərsiniz. Mən sizə yenə də hər halda linki göndərəcəm. O qrupa mənlə bərabər digər gənclər də PDF-ləri atırlar. Eyni zamanda mən dərs oxuduqca oraya yazıram ki, mən dərs oxuyuram, kim oxuyur dərsi bərabər oxuyaq. Canlı açmıram orada. Sadəcə bir yerdə qoşulub oxuya bilərik. Bugünkü dərslərimizə gəlin yazaq ki, artıq başlayaq dərsimizə. Çünki artıq səhərə bir şey qalmayıb. Həm çoxlu test işləməliyəm. Hiss edirəm ki, Azərbaycan dilindən normal bir test işləmirəm. Çox az işləyirəm. Nəyə ki, Azərbaycan dilindən bütün testlərdən belədir ki, normal test işləmirəm. Çünki ürəyim sıxılır. 50 dənə test işləyəndə sevinirəm ki, nə yaxşı işlədim, bitirdim. Yəni, bəzən dayana bilmirəm, amma artıq uşaq deyiləm. Yəni, o əvvəl ki, deyək ki, öyrəşməliyəm dərsə, çabalamalıyam. Amma artıq mən əməlli başlı yol qət eləməliyəm. İndi gəlin birinci başlayaq Azərbaycan tarixindən. Azərbaycan tarixindən mən Azərbaycan Hülakilər dövlətinin tərkibində o dərsdəyəm. Bir dənə cədvəli qurum. Bugün ayın neçəsidir? Yəni baxın. 30-u. Bugün 30-sa onda 29 yazacağım mən. 29 iyun. Tarixdən Azərbaycan Hülakilərdə. Daha sonra bu mövzunun testini işləyəcəm. Bir də qeydini aparacağım. Qeydi sizə göstərəcəm yenə. Və bu mövzunun izahına da baxacağım əlavə olaraq. Azərbaycan dilindən test işləyəcəm. Elə bilirəm ki, mən uzun müddət Azərbaycan dili testi işləmirəm. Niyə bilmirəm elədir, niyə elə hiss edirəm. Bəlkə arada bacım ilə getdim, o gün dərs oxumadım. Və arada boşluq yarandı Azərbaycan dilinə. Elə bilirəm ki, mən aylarca Azərbaycan dili testi işləmirəm. Ona görə bugün bütün qüvvətimi Azərbaycan dilinə verəcəm. Çünki buraxılış əvvəldir, Azərbaycan dili buraxılış olacaq. Yəni, ən azından bu fənnin üstə daha çox düşməliyəm deyə düşünürəm. Azərbaycan dilindən test işləyəcəm. Sonra nə eləyəcəm? Hələ ki, bunları eləyəcəm. Bu arada siz deyirsiniz ki, bu dəftərdə olan planlamanı bizə göstər. Necə elirsən, biz necə plan quraq. Baxın, mən burada qeyri-adi heç şey eləmirəm. Yəni, həqiqətən qeyri-adi heç bir şey eləmirəm. Yəni, deyim ki, filan günlər bunu eləyirəm, birinci günlər bu dərsləri oxuyuram. Yox, əslində dərs oxumaq günlərim var. Bunu sizlə bir də paylaşmışdım. Bura yenə də qoyacağım ki, hansı günlər nələri oxuyuram. Amma sırf bu dəftərə mən gün ərzində oxuyacağım dərsləri yazıram. Yəni, siz hər hansı bir dəftəri götürüb, onun içinə normal şəkildə cədvəlinizi qura bilərsiniz. Yəni, götürün, məsələn, dəftərin üçün yazın ki, 29 iyun, məsələn, Azərbaycan Hülakilər test, Azərbaycan dili test. Hər dəfə oxuduqca da qarşısından bunun işarələr qoyun ki, baxdıqca motivasiya olsun, ən azından bir sistemli şəkildə oxuyun. Bilin ki, bugün nə eləməlisiniz, nələri etmişsiniz. Cədvəlimdə qeyri-adi bir şey yoxdur əslində. Plan dəftərimdə bir qeyri-adi nəsə yoxdur. Sadəcə bura gündəlik eləyəcəyim işləri yazıram. Yəni, gündəlik həyatla bağlı yox, onsuz da. Sadəcə dərslə bağlı eləyəcəyim işləri yazıram. Siz də istənilən bir dəftər yaza bilərsiniz, telefonunuzun not yerinə yaza bilərsiniz, WhatsApp-da belə özünüzə yazıb ata bilərsiniz. Yəni, sizə məsləhət görərdim. Çünki insan belə olanda daha sistemli olur və əgər cədvələ uyğun hərəkət eləsə, motivasiyası artır. Amma görürsən ki, cədvələ uyğun hərəkət eləmədin, insan ruhdan düşür və gələn dəfə ruhdan düşürmək üçün məcbur cədvəldə hər şeyi eləməli olursan. Siz də yazırsınız ki, məsələn, motivasiya yoxdur, əhvalım yoxdur, dərs oxumağa, telefondan vaz keçə bilmirəm. İnanın, bu məndə də belədir. Məsələn, mən video çəkib atıram deyə elə bilməyin ki, mən bütün fokusumu dərsə verirəm və mükəmməl oxuyuram. Xeyr, beynim mənim də TikTokda qalır. Eyni zamanda mən daha çox overthink eləyən biriyəm. Yəni ki, çox fikir eləyən biriyəm. Xəyal qurmağı çox sevirəm deyə vaxtımın çoxunu ona hədər eləyirəm. Bəzən ayılıram, kitabın üzünə baxıram, amma 1 saat keçib. O dərəcə olur məndə. Ona görə narahat olmayın, bu məndə də var. Amma
bunun öhdəsindən gəlməliyik. Məcbur öhdəsindən gəlməliyik. Çünki vaxtımızdan gedir. Əgər biz imtahanı verəndən sonra nəticəmizi istədiyimiz kimi göstərsək, onsuz da bizim istənilən qədər də vaxtımız olacaq. Həm telefon üçün, həm xəyal qurmaq üçün. İkinci şans imtahanıdır bir çoxlarınızda. Deyirsiniz ki, ikinci şansı da hazırlaşa bilmirəm. Baxın, bu son şansdır. Bu il üçün son şansdır və o son şansınızı da bada verməyin. Çalışın. Bilirəm, çətindir, deməklə deyil, insan istəmirdi. Yəni, adam ürəyinə gəlmirdi, hava da istiləşir, adam istəyir çıxsın, gəlsin. Amma bilin ki, gəzməyə çox vaxtınız olacaq inşallah. Ən azından qrup yoldaşlarınızla gəzmək üçün hələlik oxuyun dərslərinizi. İndi başlayacağım xülakilərin izahına baxmağa, daha sonra onun qeydini aparmağa və qeydləri də sizə göstərəcəm. Daha sonra onun testini işləyəcəm. 96 dənə testi. Kitabdan işləyəcəm bu arada. Bəzən deyirsiniz ki, təkrar eləmək üçün kitabdan işləmə. Mən PDF-dən daha çox işləməyi sevirəm deyə testləri. Çünki üstündə cızma-qara çox aparmaq olur, daha sonra onları silmək olur deyə. Çox da yəni problem deyil telefonun üstündə. Telefon deyirəm, kitabın üstündə işlə. Bir də mən tarixi həmişə soruşursunuz ki, hardan oxuyursan? Anar İsayevdən oxuyuram. Həm Azərbaycan tarixi, həm ümumi tarix Anar İsayevdən oxuyuram. Keçən dəfə mənə Güvən də məsləhət görmüsünüz. Mən PDF-ini axtardım, tapa bilmədim PDF-ini, ancaq test toplularını tapdım. Bilmirəm, yəni kitab nə qədər dəyişə bilər ki? Yəni hamısını demək olar eyni şeydir, amma deyirlər ki, Anar İsayevdə əlavələr çoxdur. Çünki burada MİQ və sertifikasiya müəllimləri üçün də sertifikasiya müəllimləri olur. Müəllimlərin sertifikasiyası üçün də mövzular var, cümlələr var deyə deyirlər ki, artıq çox şey var. Yəni bilmirəm, mən bunu almışam, bunu oxuyuram deyə artıq neçə dənə kitab almayı, hələ bir kitab deyir deyə çatdıra bilmirəm artıq. Abituriyentlərin istifadəsi üçün nəzərdə tutulub. 5-ci Monqol ulusu adlanır. 5-ci ulus. Çünki biz ayrıca bir dövlət, Qulacilər və bunun da adını qoyur nə? 5-ci ulus. Buna deyirlər 5-ci ulus. Amma təbii ki, digər 4 ulus bu dövləti tanımır. Tabi olan ərazilər, Cənubi Qafqazda, Azərbaycan və digər ərazilər olmalıdır Gürcülərdə. Gürcülər də gedib etibarən Qızıl Ordu ilə Azərbaycan uğrunda Allaha min şükür Azərbaycan tarixini oxudum. Əslində bu mövzu çətin deyildi. Yəni Qazanxanın islahatları asandır yəni məncə. Hətta mən bunu oxumamışdan öncə baxırdım kitaba, deyirdim ki, ayda islahatları necə oxuyacağam mən? Məncə çətindir islahatlar, yadda necə qalacaq, amma yox. Hətta bu dərsdə ən rahat islahatlardır. Yəni ki, onsuz da mərkəzi hakimiyyəti gücləndirmək üçün edilən hərəkətlərdir bunlar, islahatlar idi. Ona görə məncə normaldır, yəni çətin deyil. Ümumiyyətlə bu mövzu hülakidir, sonra deyəcəm, Monqollar Azərbaycan yürüşləridir, bunlar çətin deyirlər. Gələcək dərslərdə nə olur onu deyəmirəm, amma 18-ci, 19-cu mövzular məncə çətin deyirlər, bir qədər rahatdılar. Düz əzbərləməyə çox şey var, amma Monqolların yürüşündə, amma yenə də o qədər qəliz olmadığını düşünürəm. Yəni bir Roma qədər tez unutulan deyildi hər halda. Oxuyanda yada düşəcək. Roma mən bəlkə indiyə qədər 2-3 dəfə oxumuşam, hər halda unuduram, inanırsınız. Roma ilə Yunanistanı saxlamışam məzuniyyətə ki, onlara sırf o vaxt bütün vaxtımı sərf edəcəm, bütün diqqətimi də onda ayıracam. Bir də bəzən yazırsınız ki, ingilis dilində sözləri unuduram, tarixi unuduram. Bunlar normal şeylərdir. Yəni insan beyni bir şey təkrar eləmədikcə, tətbiq eləmədikcə onsuz da unudur. Mən də unuduram. Məsələn, öyrəndiklərimdən bu qədər şey oxumuşam. Nə qədərini xatırlayırsan desəz, çox az bir şey xatırlayıram. Amma bunlar hamısı təkrarla, bərpa olunan, testlərlə düzəldilən şeylərdir. Belə şeyləri ürəyinizi sıxmayın. Əsl odur ki, oxuyun. Təkrara qaydanda onsuz da onları yerindən görəcəksiniz deyə bir vaxtdan sonra beyniniz, gözünüz, yəni göz yaddaşınızda hər şey artıq onu beyninizə kodlayacaq. Narahat olmayın o şeylərdən. İnşallah da, yəni inşallah dediyim kimi olar. İnşallah biabır olmaram. Amma yenə də məncə ən azından çabalayın. Təkrarda testlərlə təkmilləşdirərsiniz. Əgər hazırlığa gedirsinizsə sürət qrupları olacaqdır. Orada müəllimləriniz sizə məsləhət görəcək ki, nə eləmək lazımdır. Eyni zamanda çoxu sınaq işləyin. Telegram qruplarında sınaqlar var. Yəni tarix sınaqları mütləq işləyin, xəritə sualları işləyin. Xəritə sualları hələ işləməmişəm. Yəni mövzular bitsin ki, xəritə suallarının yəni tam hamısını işləyə bilim. Yəni topluluğun içində olan xəritələri demirəm, onları saxlamıram. Elə həmin gün işləyirəm və yaxud da işləyə bilmədiklərimi izahına baxıram. Ümumiyyətlə bütün xəritələrin testlərini çalışın. Daha sonra
sonda mütləq işləyin, əzbərləyin ən azından yəni. Sanki tarix xoşlayır ki, onun çox diqqətli davranasan, hər mövzunu ayrı-ayrı götürüb oxuyasan, onun üstündə işləyəsən, sual-cavab eləyəsən. Yəni tarix çox həssas, yəni tam bir xanımdır tarix. Yəni mən elə düşünürəm. Nə qədər kişi vibe versə də, amma yenə də elə bilirəm ki, xanım kimi çox belə nazlıdır. Biraz diqqət yetirməsən yadından çıxıb gedəcək. Yəni həmişə onu bənzədirəm. Məsələn, tarixi. Məncə riyaziyyat kişidir məsələn. Nəysə, dərs oxumamaq üçün çox söhbət elədim. İndi gəlin bu mövzu ilə bağlı biraz qeyd aparım. Onsa çox şey yaparmayacağım. Yəni durub Qazan xanımın bütün islahatlarını yazmayacağım. Çünki mənası yoxdur. Yəni bu da kitabda köçürmə adı yoxdur. Amma yenə də kiçik qeydlər də olsa aparacağım. Deməli, hülakirlərlə bağlı qeydlər çıxardım. Şəklini götürə bilərsiniz. Bir də burada var. Qısa-qısa yazdım. Yəni çox uzun yazmaya ehtiyac yox idi deyə qısa bir şəkildə yazdım. Onsuz da geniş şəkildə kitabda oxuyacağıq. Bu arada bunu Telegram qrupuna da atacağım. Tarixi oxudum, qeydlər apardım. Bir də ki, bunların hamısını çox sürətli bir şəkildə aparmadım. Çünki TikTokda gəzdim. Deyəcək, strateji nə gülürsən? Yəni utanmadan bir gülürsən. Amma neyim? Yəni çox maraqlı videolar var idi. Orada oturdum, videolara baxdım. Bu arada sizə bir şey deyim. Tarixdən testdə işləyən çalışacağım ki, əvvəl kimi sakitlikdə işləməyim, eyni zamanda hansısa bir film açım, serial açım və bu yeni baxacağım bir serial olmasın. İndiyə qədər baxdığım, bələd olduğum serial olsun ki, həm oradan yarımayım, həm də buradan yarımayım söhbət olmasın da. Yəni məsəl üçün filmə baxaram, diqqətimi yayınar, testdən qalaram ya da əksi olar. Ona görə indiyə qədər baxdığım şeylərdən biri olacaq. Möhtəşəm yüzül ola bilər. Çünki həm tarix işləyirik, tarixlə bağlı da möhtəşəm yüzül var. Mən bu arada yemək yeyəndə, dərs eləyəndə xoşuma gəlir. Yəni test eləyəndə xoşuma gəlir baxdığım serialları yenidən baxmaq. Bu arada siz də bir mövzu ilə bağlı hazırlaşırsınızsa, bir fənnə hazırlaşırsınızsa, belə bir şey eləyə bilərsiniz ki, TikTok keşfetinizi və yaxud da YouTube olsun, videoları o hazırlaşdığınız mövzu ilə, dərslə bağlı bağlaşdıra bilərsiniz. Məsələn, əgər TikTok keşfetinizi ancaq tarixlə bağlı videolarla doldursanız, onda tarix sizə daha maraqlı gələcək. Çünki tarix sadəcə bizim oxuduğumuz, əzbər elədiyimiz, məcbur əzbərlədiyimiz kitablardan ibarət deyil də. Bəzən çox maraqlı məlumatlar var, tarixi faktlar var. Yəni inanın mənə, o cür əgər olsaydı tarix, bizim tarix kitablarımız o cür olsaydı, hamımız tarixi heç vaxt unutmazdıq. Bu adım kimi əminəm. Amma bu kitablarımızın hamısı əzbərdir. Məntiqi bir ardıcıllıq yoxdur, sadəcə əzbərdir. Yəni bu gəldi, o öldü, bu bitdi, bu qaldı, bu oranı tutdu. İndi tarixdən test işləyəcəm. Bu arada yeni toplularda Azərbaycan tarixinin ümumi tarix bir yerdədir. Belə deyildi. Mən oxuyanda, hazırlaşanda hər ikisi ayrı-ayrı topludaydı. Məncə elə idi, elə xatırlayıram. Dimdən işləyirəm. Soruşursunuz ki, hansı kitabdan edirsən testi? Hələ ki dimdən işləyirəm. Bu bitsə inşallah bacarsam, bütün testləri işləsəm, onda digər testlərdən istifadə edə bilərəm. Yəni RM-dir, MHM-dir, sonra xəyalən testini mən bilmirdim. O mən rəfiqəm dedi. Dostum dedi ki, belə test var. Sonra indi güvənli testləri ola bilər. Hədəf varsa, hədəf nə qədər işləsə sizə xeyirdir. Sınaqlardır. Amma əvvəla dim işləyirəm. Çünki dimin əsasında imtahan verdiyimiz üçün bunu əsas götürürəm ilk. İndi başlayacağım Azərbaycan hülakirlərin dövründə və 96 dənə test olmalıdır. İndi dəqiq baxacağım. 182 də idi, səhv eləmirəmsə, yoxsa 185 də olmalıydı. Hə. Moğolların 3-cü yürüşü, hülakirlər dövlətinin yaranması, Qazan xanın islahatları budur. Dəqiqə. Xəritəyə bax. Xəritə görəndə elə bil ki, ölürəm. 97 dənə testi. Neçə dənə açıq sual sorursaz, çox açıq sual, yəni çox var açıq sual. Sonlardadır. 2 səhifə var.
Belə, indi vaxt daha doğrusu itirmədən başlayacağım testi işləməyə ki, daha sonra Azərbaycan dilinə keçək. Çünki bugün çox vaxtımızı Azərbaycan sərf eləmək istəyirəm. Sultanım ben bilmem. Öyle buyurdular. Mutfağa git hemen. Bana bir yemek tepsisi hazırlasınlar. Yuvafli yuvavuya gidi ahmak herif. Testi işlədim. 97 testi idi. Bunların içində səhvim də çıxdı. Bu arada eləyə bilmədiklərim də oldu. Sonlarda məsələn bəzi açıq suallar var idi ki, müqayisəli açıq suallardı. Orada biraz ilişdim. Xəritələrdə ilişdim və bunların izahına baxacağam. Yəni ki, bugün olmasa da ən azından sabahları gün ərzində baxacağam məsələn izahlara. Yəni Azərbaycan dili testinin işləsəm, bitirsəm əslində izahlara da baxa bilərəm, fərqi yoxdur. Amma indi bir dənə namazım qaldı. Namazımı qılıb gəlib başlayacağam Azərbaycan dilinə. Saat 05:00-a qədər davam edəcəm. İndi saat 03:37-dir. Deməli, bugün nələr elədik, gəlin onları qeyd edək. Azərbaycan dilində hulakiləri oxuduq, onun testini işlədim, notunu da aldım. Azərbaycan dilində test işlədim. Yoxdan danışa bilmirəm. Azərbaycan dilində test işlədim. Bu arada, yəni, biraz da vaxtım qalıb, biraz da test işləyəcəm, sonra gelib yatacağım. Ümumi götürəndə bugünkü dərsə çətin deyildi, tarix qətiyyən çətin deyildi, test də rahat getdi. Yəni deyirəm, sadəcə sonlarda biraz xəritədə ilişdim. Bir də ki, orada açıq suallar vardı ki, orada bəzi səhvlər elədim, bəzilərini ümumiyyətlə eləyə bilmədim deyə onların izahına baxacağım. İlk dəfə izləyənlər ola bilər. Arada soruşursunuz ki, sən neçənci sinifdə oxuyursan, axı sən məktəbdə oxuyana oxşamırsan və yaxud da hara hazırlaşırsan. Baxın, mən məktəbi çoxdan bitirmişəm, hətta universiteti bitirmişəm. Bir dəfə Bakı Dövlət Jurnalistikasını bitirmişəm. İkinci olaraq da bir ali təhsil almaq istəyirəm. Bunun üçün İlahiyyat Üstünü istəyirəm. İlahiyyat Üstünü istəməyimə daha çox səbəbim var ki, bir dini çox sevirəm, dinimi çox sevirəm, dərindən öyrənmək istəyirəm. Dindəki cahiliyyətlə bağlı o problemləri aradan, yəni öz səviyyəmdə problemləri aradan qaldırmaq istəyirəm. Bir də ki, yəni ərəb dili, eyni zamanda öyrənəcəyim bilgiləri, Quranı kiməsə uşaqlara öyrətmək istəyirəm. Bu baxımdan məncə, yəni bu arada bu, yəni illərdir mənim arzum olubmu, yəni illərdir bunu düşünmüşəm, xeyr. Birdən-birə qəlbimə gələn bir şeydir, qəlbimə gələn bir hissdir. Düşünürəm ki, bunu Allah mənə bəxş edib. Ona görə də bu düşüncəmin, hissimin ardınca gedirəm. İnşallah bunun üçün də çabalayıram. Mənim motivasiya qaynağım da budur ki, birincisi həm oxumaq istədiyim yer üçün hazırlaşıram, həm də ki, bunu mənə Allahdan gəldiyini düşündüyüm üçün, yəni o istəyib ki, mənim qəlbimə gəlib, yəni bu cür deyirəm. Buna görə daha da motivasiyam var. Siz hara hazırlaşırsınız, haranı oxumaq istəyirsiniz, niyyətləriniz nədir? Hansı dərslərdən yaxşısınız, zəifsiz və yaxud da əzbər edə bilməyiniz üçün, ya da saxlamaq üçün hansı metodlarınız var? Bunu bizlə paylaşsınız, məncə yaxşı olar, rəylərdə paylaşa bilərsiniz. Eyni zamanda Telegram qrupumuza da gələ bilərsiniz. Orada həm dərs oxuyuruq, PDF-ləri birimizdən paylaşırıq və çox xahiş edirəm, qrupa gələndə aktiv olun, bir-birinizlə dostlaşın, səmimi olun. Demirəm ki, yəni canciyər olun, amma ki, birimizə dəstək olaq ki, bu dövrdə həm motivasiya alaq bir-birimizdən, həm də ki, dəstək olaq.
Bugünlük bu vlog bu qədər idi. Bilmirəm ki, qısa olacaq yoxsa uzun olacaq, amma ümid edirəm ki, sizə motivasiya verər, faydalı olar. Mən isə bu videoda sizlə sağollaşıram. Növbəti videolarda, vloglarda görüşənədək hələlik.